Mayın 17-sində Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası işə başlayıb. VUFON üçün ilk günündə Azərbaycanın sədrliyi ilə keçirilən və yeni təşəbbüs kimi irəli sürülən yeni şəhərsalma gündəliyinə həsr olunmuş nazirlər səviyyəsində keçirilən görüşdə 100-dən çox ölkənin nümayəndələri iştirak edib. Yeni şəhərsalma gündəliyinin 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi kimi mövzuları əhatə edib. Spikerlər Azərbaycan hökumətinə göstərilən səmimi qonaqpərvərliyə, həmçinin 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirən VUFON üçün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda onlar layiqli mənzil təminatı və dayanıqlı şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığın təşviqi məqsədi ilə bu mühüm platformanın yaradılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyini, eləcə də UN Habitat və təşkilatın icraçı direktoru Ana Claudia Rosbachın səylərini yüksək qiymətləndiriblər. Spikerlər müharibə, münaqişə və fəlakətlərin şəhərlərə, mənzil fonduna, infrastruktura və əsas xidmətlərə təsirini, eləcə də bunun yaratdığı məcburi köçkünlük və humanitar problemləri diqqətə çatdırıblar. Nümayəndə heyətləri post-münaqişə dövründə yenidən qurma və bərpa proseslərinin əhəmiyyətini də vurğulayıblar. Azərbaycanın post-münaqişə bərpa təcrübəsi müsbət nümunə kimi dəyərləndirilib və oxşar vəziyyətlərdə tətbiq oluna biləcək model kimi qeyd edilib. Forumun ilk gününün ən diqqət çəkən və simvolik hadisələrindən biri Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və VUFON üçün milli koordinatoru Anar Quliyev və BMT-nin məskunlaşma proqramının icraçı direktoru Ana Claudia Rosbach iştirak ediblər. Forumun ilk günü həmçinin fərqli mövzularda keçirilən assambleyaların birgə açılış sessiyaları ilə yadda qalıb.